50-55 yaşlarında olan bir kişini vuran avtomobil ərazidən uzaqlaşıb. Maşın gəlib Ağrayda avtomobil VAZ 21 0607 gəlib üstündən keçib. İyunun 11-də axşam saatlarında Hövsan-Türkan yolunda təxminən 50-55 yaşları olan bir kişinin meyidi aşkarlanıb bu ərazidə və həmin şəxsin bir avtomobil tərəfindən vurulduğu və avtomobil sürücüsünün də ərazidən uzaqlaşdığı bildirilir. Avtomobil bəli vurub, yoxdur. Yəni vurub ərazidən qaçıb uzaqlaşıb. Uzaqlaşıb buradan, hadisə yerindən. Polis bura gələndə avtomobil artıq yox idi. Xeyr, burada vətəndaşlar da çox idi, maşınlar çox idi. Burada artıq avtomobil yox idi. Həmin şəxsin Türkan sakini olduğu və ya olmadığı barədə məlumat varmı? Həmin şəxs Türkanda Aqroprom bağları deyilən yerdə 14-cü dalanda dedilər ki, qalır axıran kimi hansısa sahibkarın evində. Amma ki, qəsəbə sakini deyil, xeyr. Tanımadınız da? Təbii ki, tanımadım. Mən özüm əslən Türkanlıyam. Bizdə Xəzər rayon Türkan qəsəbəsində təcili yardımda işləyən sürücü vardı. Burada bildirdi ki, bu rəhmətliyin qaldığı yerə getmişik çağırışa. Bu asma xəstəsidir. İyunun 11-də axşam saatlarında paytaxtın Xəzər rayonu Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub. Sürücü daha sonra hadisə yerindən yayınıb. Piyada isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində piyadanı vuran VAZ 2107 markalı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib. Yol nəqliyyat hadisəsi ilə bağlı polis idarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır. Hadisə ilə bağlı tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirildi ki, iyunun 11-i saat 22:30-da Xəzər rayonu Hövsan yolu ərazisindən yol nəqliyyat hadisəsi ilə bağlı daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb.